Yox, sən niyə belə dedin ki? Sən darıxmayın. Sən düşmə mənə eləmə. Az da yaxşıdır da. Sabahın xeyir ürəyim, hər vaxtın xeyir ürəyim. Sənə qurban olum. Sənə qurban olum. Nəmiş kremi göstərir. Tab doğrudan göstərim. Az ucuz bir şeydir, baha deyil. Doğrudan göstərim. Axırda göstərərəm də bir-bir çox şey vuracam axı indi üzümə. Gülçin, xoş gəldin. Eləmə. Sənə əslində bu üz kremi deyil, başımı qarışdırır. Görsən bunun başını türkün məsəli. Gözün altı üçündür bu. Allah haqqı, xoş bulduq. Prosta gör necə başımı qarışdırır. Azmaz nə üçündür? Nihat Məmmədov qardaş. Nihat Məmmədov bacı. Göz altı. Kollagendir. Az Quran haqqı. Çörək haqqı nətər başımı qarışdırdısa götürdüm üzümə vurdum. Sən ala, mən nə o nə onunla vurdum. Baxın, burada Evline almışam hər zaman üz nəmləndirici. Özü pis deyil ha bu. Şeydən almışdım, Aliviyadan 18.90-a. Arıqlamısınız, hə çox. Amma qızlar, başladım da bugündən. Bugündən başlamışam uje kofeyə. Bəlkə də onun yuxusu deyil, amma yuxu içmədim axşam. İçdim az axşam. Gözdə bir də şey eləyim, o bir də mamamdan soruşum görüm mən axşam kofe içmişəm. Çox sağ olun, necəsiz? Utanmırsan ya Asif, uşaqlığın şəklin profilə qoymuşsan, çox ayıb olsun sənə. Allah, mən sizin yerinizə xəcalət çəkməkdən öldüm də, yəni o dərəcədə. Saçma başıma baxmayın, qızlar, darıyacam prosta. Sağ olun, necəsiz? Necə arıqlayırsınız? Mən, az dünən necə kökəlirsən, yekə qızsan az, adamı bu qədər təhqir eləyər. Nərmin, diş həkimim Aynur Dəmirova. Aşkım, mənim dişim elə hazır deyil ki. Valla. Quran haqqı, çox sağ olun, necəsiz? Yo. Niyə internet getdi? Ayda, SMM də baxır ki, Nərmin indi işə gəlir. Zəy vurur. Çox sağ olun. Nə qədər makyaj olursan. Mən çox. Emiliyə, xoş gəldin. Gəldi. Sən gözü yiyim. Deyir salamlar şəkildən. Əleykümə salam. Sağ olun. Necəsiz? Nonu atahanı. Əleykümə salam Sabina. Aycan, zirkondu dişin. Bəli. Aşağı implant əkdirmişəm. Hələ tam olmayıb. Tam dişim düzəlməyib. Çox sağ olun, necə az vurum. Kriolanı ümumiyyətlə istifadə eləmirəm axı qızlar. Ümumiyyətlə kriolan çox ağır bir tonallidir. Mən onu heç kimə məsləhət görmürəm. Düzdür, görürəm necə məktəb. Gəl öpüm. Dərs keçmədik. Niyə? Əyləncə idi. Müəllimə dərs keçmədi. Bir də rəziyyatdan gəldi. Şükür, Minnur. Desəydin dərs keçməmişdik, ot vurub otlanardım. Saat 6-da ayıb mənim əziyyətimdən. Nə yiyirsən? Dərs keçmədik. Oyunu rəsim çizdik sonra. Bitti, evdəsiz. 31-nə qədər. Di Quran haqqı. Mama! Neçə gün yıxadın oydadılar? Gel orada soyun. Burada palta soyunmurlar. Necə sən çıxartmama onları çıxartmayla bezirəm. Yox, xeyr, elə şey olmur. İnsan öz paltarını özü çıxartmalıdır. Yox. Ey! Beşi nə deyə? Beşi nə deyə ay qız? Ey nə deyə?
Az E yazırdım, 5 oxudum. Mənim oğlum. Nə? Xeyr ola. Xeyr ola, sənin əynin şalvarı mən çıxartmalıyam. 9 ay sənə əziyyət çəkib qarnımda saxlamışam. Işıqlı dünyaya göz açmısan. Xeyr ola. Evladım, özün çıxar dəyinivi. Evladım, bu gün sabah tələbə olacaqsan. Gəl çıxardım. Mamanız o əynindəki ev deyən bir dəqiqə. Aha, mama bax. Mama bura gəl. Mama, gəl bura, söz deyirəm. Mamanız o əynindəki ev geyimi ilə düşmüşdü aşağı. Olmaz, nəzarət elə. Haçan düşmüşəm. Mama o görüb də yəqin. Mamanız deyir o ev geyimi ilə aşağı düşmüşdü. Hansı? Mən yoxsa mamam? Bir dənə deyir. Deyir ki, soyuq olar. Əyninə niyə bir də kurtka geyinmir? Geyinmir də. Dünən mama. Görüb də bu kimdirsə burada yaşayandır. Yaxşı edirsiniz bacı. Allah haqqı. Onun ürəyində şey var, aparatı var. Hər dəfəsində öz gözümlə gördüm deyir. Hər dəfəsində onun aparatı ağrıyanda deyir, aparatımın yeri ağrıyır. Ay öldüm. Nərmin onu aparır Azərin yanına. Azər deyir, get, sənə soyuq olub. Bacım zəy vurur, deyir, hardasan? Deyirəm, mama həkimə gətirmişəm. Ay Nərmin deyir, ona soyuq olub. Ceyimin bilmir. Qurana and olsun, eyni bədən ceyinlik demək olar. Mamam darıxdı məndə. Allah haqqı eyni. Ayaqqabılarımız 38. Kutkalarımız eyni. Şalvarlarımız eyni. 100 dəfə demişəm ki, mənim orada elə bir balonkalarım var ki, onu heç bir dəfə geyinməmişəm. Geyinmir ha. Valla geyinmir. Bütün günü biz onun üstündə ondan dalaşırıq evdə. Geyinmir. Mama. Can mama. Kalpuz kanzorabın üstündən giyinmişəm. Hə, nə gözəl, afərin. Hə, çox qəşəng. Bu muştuluq verim qızım. Şad xəbər olasan, ana qurban. Yadından çıxıb corabı çıxartmamısan, üstündən kalkotka geyinmirsən. Ən qəşəyi. Hələ ən qəşəng. Şükür ayağıma, şükür ayağıma sonra olmuyor. Hə, əla. Sənin həsrətindən, sənin dərdindən çöllərə düşmüşəm, xəbərin varmı? Çıxa bilməyirəm el arasına, dillərə düşmüşəm, xəbərin varmı? Son gedişin bir il oldu, ayın nur. Yox, hayda, sarı gedib. Evdəydən xeylidir. Saat 6-dan ömrümü çürüdürdü. Çay ver. Əkdiyimiz günlər soldu, ayın nur. Axı de bizə nə oldu, ayın nur. Arvadım model oldu, ayın nur. Az Allah'a saat 6-dan bir yerdəyik. Quran haqqı. Ay bala. İlyas'ın kafesindeki Royal demiş. Menyumuzda var yemek. Gel. Kızlar gelin bir dəfə yığılışım gedək İlyas'ın kafesine xaş yeməyə. Hə. Təzə rolik alarsa. Təzə rolik alaram. Yayda. Yeryüzündə bir it olsa. Mama. Gəlib tapıb qapar məni. Can. Bilirsən niyə istəyirəm? Aha. Rolikimin o qapanması qırıldı. Yaxşı, tamam. Gedərəm Super Toys'a deyərəm ki, zəhmət olmasa bir dənə münasib qiymətə yetim yesirin balası üçün düz təkərli. Hə, 8 təkərli. O sürə bilmirəm, mama. Müstəqil. Onda gör yaya, sən o qırığı sür evdən eyni arada nənəm başı ağrıyanda eləmə ana qurban. Mən işdə olanda zəy vurub bilməsin, minnur rolik sürür evdə bala. Və işi böyütmürəm sizi. Nə olar indi kesirdən dünyaya gəlmişsiniz? O deməkdir ki, bıçaq görmüsünüz. Yeryüzündə bir it olsa, gəlib tapıb qapar məni. Necəsən Elnur ana? Ay miri qardaş, Elnur gedib, yoxdur, atdı getdi mən. Atdı getdi özgəsinə, ay Elnur, ay Elnur. Bu gənc arvadını niyə qoydun, getdin, ay Elnur. Estağfurullah, Allah, şükürlər olsun, seysən az mənim. Nağarsan sən? Ora şampun addel yeridir. Ne inirsən sən? Az başıma gözümə fikir verməyin. Durub darıyıram indi. Mama, öz hamı
sabun götürə bilərəm. Oradakı sabun çox pisdir, yapışır. Öz hamamıva sabun götürə bilərsən. Baxın. Deyə bax sabunu. Bu nə sabunudur ki? Açma da. Al atar. Yes. Paltarviyanın barabanı dağılıb qızlar. Krasovka atıb yumaqdan. Yəni o mənə elə xoşdur, normalda. Hara qədər işləyir, ora qədər işlədəcəm. Gözdə. Hə. Mama. Anne, bir şey deyə bilərəm. De. Təzə diş macunu da alarsan. Təzə diş qutardı diş macunun. Hə, qutardı. İçinə su girdi, xarab oldu. Tamam. Yox, əl vurma ya, qətiyyən. Çox sağ olun. Yox, olmaz, olmaz. Yerə yapışdım, sonra da yapışdım. Hə, olmaz. Heç nə ölmür. Dişlərin superdir. Çox sağ olun. Təşəkkür edirəm. Dişlərimə xüsusi qulluq eləyirəm. Diş mənim ən həssas yerimdir. Diş bir də ayaqqabı. Çox sağ olun. Xeyr, Sumqayıt Molla çəkilişə gedirəm. Bir it olsa tap. Bir eser kalmayıp sevgi bağında, onun gelişimle saraldı gitti. Gören soruşur ki hani bu güzellik. Ay Minnur, sen məktəbdən gəldin, əynivi çıxartdın, apardın hamama, bir də əlavə sabun qoydun, tamamlandı. Ay qız, Onu mənim... qulağınızı tutun. Onu mənim hamamımda. Gəl otur, yemək ye. Ay kendin evleri gözle. Ay bu oyat ona. Bacı yemir də yemək, neyiniyim qurban olum. Onu da mən uşaq döyməklə aram yoxdur. Mən uşağa ancaq qışqırıram. Allah haqqı. Mən uşaqlara əl vura bilmirəm. Uşaq mənim ən həssas yerimdir. Ümumiyyətlə kimsə çöldə, bayırda uşağına qarşı pis hərəkət edirsə, Qurana and olsun, pisə neyniyərəm onu. Bilmirəm də özümdən asılı deyil. Yaxşı, siz necəsiz? Mənim 2. O məktəbə gedir də, indi gəlib dərsdən. Yemək yemir axı, gələn kimi apardı ayaq yoluna sabun qoydu. Mən sabun lazımdır, gic qızı, gic. Minnur! Saç kraska, ay qız, saç kraskam axı bey, neyinirsiniz saç kraskamı? Sos kaynadım biri. Nə qaynadaq? Fikir ver, elə bil restoranda. Ay qız, yoxdur o yemək. Gəl otur, nə bişib onu ye. Rumiyanıya baxım. Ayda göz tuta bilmirəm də bura qızlar. Instagrama gəlin, storyya hamısını paylaşıram. Allah haqqı, bu dəqiqə paylaşıram. Maşallah gününüz olsun, çox sağ olun. Təşəkkürlər, var olun, necəsiz? Mən bu günləri gedib afisdə xaş yeyəcəkdim. Xaş çıxandan mən yeməmişəm. Bizim evdə, çox sağ olun, mən evdə pişirə bilmirəm də. Bizdə qaz bina evidir. Razı olmurlar evdəkilər pişirməyə. Deyir, 10 kim keşiyi çəkəcək səhərə qədər. Hara gedirsən? Mən Sumqayıt Molla ürəyim, yeni kolleksiya gəlib. Əslində bugün evdə qalmaq istəyirdim. Həftə sonu rayona gedirəm. Gəl Nərmanova qonağım ol. Xaşa təşəkkürlər, var olun. Çox sağ olun. Hə, xaş mənim ən sevdiyim yeməkdir. Özdə bu aylarda, bu sezonda vapşem sevirəm. İnşallah. Çox sağ olun. Üzüm nə prosedurdur hamısından. Üzümdə o prosedur olmasın ki, olmasın.
Yaxşı, siz necəsiz? Xaşın vaxtıdır da bəli, biz özdə salyanlıyıq, xaşa asobu sevirik. Mən Afbeçdə heç vaxt yeməmişəm. Dünənləri dedilər ki, gəlib bizdə yeyərsiniz. Dedim tezdən mən çıxıb gələcəm. İndi uje gecdir, indi yesəm mənə yuxu verir. Xaşı tutub onu da yeyərlər. Durduğum vaxt evdən çıxsaydım yaxşı olardı. Yatdım, qaldım da. Sənə qurban olum! Deyəcək, nə dəlidir bu? Xaş Bərdədə sən ye. Pay dədə, az öncə gedim 4 saatlıq yoluq Bərdiyə. Az yox şu dənə. Xaşdan söhbət edirəm Elnur'la. Kosmetologdan söhbət edirəm Elnur'la. Az da incəlsən. Aşkım, Bərdədənsə gedib Şamaxıda yeyərəm də quzum. Sağ ol, minnətdarım təklifin üçün. Amma Allah haqqı uşaqsan, Qurana and olsun. Səni tapıb çiliyərəm də. Valla. Çox sağ olun. Elnur İsmailova da yox, burada. Sağ olun, siz necəsiz? Sağ olun, siz necəsiz? Bitti, ay bitti. Buradasan. Qaz qutarmışdı, axşam kredit götürdüm. Səhərə yaxın, saat 4-də. Sər-sər gedib vurmuşam. Yəni, elə bilərsən, qaz kreditdədir. Keçən dəfədə kimi kombini söndürərsən, söndürmə. Nə əllərivə necə qulluq edirsən, mən? Kremzat vururam. Arada skrab eləyirəm. Vaxtım olanda. Az mən evə işə kimi yorğun gəlləmi. Yaxşı, sən necəsən? Ay da. Minur! Neçədədir amma məşğələsi? Ay bismillah, ölü yoxşuyur. Baxma da ölü yoxşuyuram. Məcbursan. Mənə papaqsız qoymarsan düşsün. Minur! Otur, yemək yeməyə. Nə qızdırırsan yenə? Özdə məşğələyə gedirsən ha. Papaq Şərif kurtka mütləq da. Şuna da şunun niyetdə istəyirəm. Çox sağ ol. Dəydi ayağıma. Keç otur, stolla oynama. Burada oturma, keç o tərəfdə otur. Niyə? Sənə görə bu dünyanın acısını çəkərəm, qışında, yazında güllər əkərəm. La 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 la. Nə telefonda var? Mama, Altı-Bazar evdə qalır bu telefon. Altı-Bazar zaten dərsində yox. Sən bu əmirdir yoxsa xahişdir? Sən mənə dediyin əmirdir yoxsa xahişdir? Ay mama, evdə qalırsa bu telefon. Evdə qalması istəyirəm. Sən bütün gün aparmışsın. Bitti, buradasan, ürəyim. Həyatım, xahiş edim, amma yemək qaldı. Arada elə biləm, çox yeməyi mən pişirməmişəm. Necə gözəl dadı var.
Gloss neçə nömrədir? Canım gözüm, bacım, gözəl bacım. Gloss Elza Laşeş 03. Ən büyük yoxsa xahişdir. Hara gedirsən mən axtar, görən desin yar da var. Tek kalan korba. Getirsin. Neçə aldın anan gülü? 5. Mənfi 5 almışsan. Niyə? 5 üste gel. Yalan demə. 5 üste gel almışım. Sonra. Ayağım. Aycan. Buna bak. Benim 4 tane parmağım var. Aha. 5 oldu. Ayda. Cəbə dırnaqlarıma baxım tez ol. Bacım üçün sərsər tutmuşam. Davay, get nənə yerinə ki, burada qayçı var idi. Hani o balaca bizim dırnaq qayçımız. Ayağım. Karandaşa çıxır. 464 ürəyim, 6 manat. Biz ona. Min, o nə tərşir? Qabağa edərmiş mən çıxılır. Allah haqqı. Halal olsun. Düz deyirsən. Nə bişirirsən? Əslində bişirmişəm. Əti qaynadıb xırda doğrayıb qavyadin eləmişəm. Evladım. Evladım. Hayvan. Evladım. Hayvan. Evladım. Hayvan. Get nənəndən qayçını al gətir. Balaca dırnaq qayçısı de hardadır? Ay bitdi, buradasan. Ay Allah, sənə nifrət edirəm. Ay Allah, mən ölürəm səndən ötürü. Gecə gündüz yata bilmirəm. Bildiyin gecə gündüz hər gün səni sayıqlayıram. Ki ay Allah, bu qız kimdir? Bu qız hardadır? Telefonu ver mənə. Yo, görürəm ki, sən həqiqətən də yemirsən, məndən məzələnirsən. Biraz tez ol, məşğələnin vaxtı gəldi. Gel. Övladım, bu yox, burada mama balaca qayçımız var idi. Budrana burada zümrüt xalabilmiş. Gətir, gəl ömrüm gəl. Sağ olun, siz necəsiz? Ümid, gəl. Ayaklarıma ne oldu? Hə, yox, eləmə, ayaqlarıma heç şey eləməyəcəm ki. Ayaq dırnaqlarını deyil tutmamama, qızlar gözlüyün. Yəni, Ümid, çəkmə. Çəkmə də oğlum və dırnaqları var. Baldızım yeganənin bir sözü var idi. Biz səhv eləyəndə deyirdi, Nazim mənə töhmət vuracaq. Uşaqların dırnağı tutmadığıma görə ərim mənə töhmət vuracaq. Mətbəxdə dırnaq tutmaq, bəli. Yo, gəl, ver, heç eləməmişəm. Ümid, artisti eləm oğlum. Kişi sən. Hə. Yeni ildə nə hədiyyə istəyirsən Şaxta babadan? Yemek, hamburger, pizza. Ayda, Şaxta babadan bunları istəyirsən, ələ gəl, biri qaldı. Gəl, tülü qaldı. Şaxta babadan nə istəyirsən? Oyuncak. Sonra? Çox sağ olun, necəsiz? Hə, deməli, bacılar. Mətbəxdə niyə dururlar? Az mətbəx bizim ev, bizim eşik, bizim. Sən neyin olar? Uşaqlarımızın dırnağı tutum gölün dibinə atın. Heç yerə atmayın. Təmizkarlar. Xaç analar, xaç analar, təmizkar analar töküldü yenə mən canlıma.
Oy dədövün coru məni qınayan əhlər. Az geri get də, az geri get də. Nə istəyirsə qalıb canımızdan. Uşaq niyə belə elədi? Uşağın... Axşam bir uşağın götü niyə yub, əli yumadın? Az neyvə lazımdır? Uşaq mənim, göt mənim, əl mənim. Sən neyvə lazımdır az? Ay uşağım eləmə. Ay evladım eləmə. Evladım. Fikir ver, dədövə deyəcəm. Ay qız, arada deyirəm mən, arvadlığı da bacarıram. Ey! Söz haqqınızı halal edin. Bacılar, ay bacılar, sizə qurban, bacılar. Bu təzə çörəkdir, Onur. Ay. Teşekkürler. Oğlum. Tamam. Saat ve Turka indi işini mi? Sen ümumiyyətlə çox sakitsən son zamanlar oğlum. Gitmə saydı. Hara gitti? Necəsiz? Sağ ol ay kızım. Sen ne tersin? Ne var ne yok? Şuna bir söz diyeceğim. Can, Canlarıma tırnış olsun. İzleyiciler de selamlayıram. gəl sənə də olsunmuş. Teşekkür ederim. İşləyirəm. Düşlərə Yorulma. düşürəm. Sağ ol can. Deməli mənim maraqlı gələn bu pis yazanlardır da. Gözəl insanlar, mənim sözüm sizədir. Bax, Nərminçi bircə dəfə görmüşəm, Qəbəliyə gedəndə yolun kənarında kitab pişirəndə getdik, qonaq olduq, çox gözəl qarşıladı, şəkil çəkdirdik. Onda o da məni tanıyırdı, sosial şəbəkədən də belə deyim. Öz ayağı üstündə duran qadına niyə bu qədər nifrət edirsiniz? Niyə bu qədər? Bax, mən sizə deyim ki, bax, istəyir məni oradan söyün, istəyir mənə ağzınızdan çıxanı deyin, istəyir burada nələr lazımdır yazın. Amma onu bilin ki, bax, o stolda oturmaq istəyənlər, bax, bu səviyyə gəlmək istəyənlər də onu yazanlar. Hamınız, çoxunuz, bax, 72, bax, o 72 yazan var ha. Siz bilmirsiniz ki, qadın nə deməkdir. Siz bilmirsiniz ki, öz ayağı üstündə duran qadın nədir? Nərmindən nə suyum gəlmir, nə çörəyim gəlmir, nə də heç belə gündəlik belə telefonum yoxdur ki, danışam, nə bilim, nə eləyəm. Amma ki, Nərminin yerində olmaq istəyənlər, bax, orada pis yazanlardır. Nərmin, Sükanı belə saxla qızım. Əlləri qızıl Elnarə xanım, əlləri qızıl Elnarə xanım, sizi bilsən nə vaxtı sevərdilər? Bura qalxıb məni təhqir eləsəydiniz. Bizim millət, Bəli. siz millət deməyim, qurban olun millətimə, millət deməyim, Bəli. çox üzr istəyirəm ifadəmə görə. Bizim bəzi insanlar ölürlər ki, əziləsən, büzüləsən, özünü yazıq duruma salasan, öz ayağı üstündə dayanan, istəyir qadın olsun, istəyir kişi olsun, yaşasın onlar, yaşasın bax belə qoçaq, nə bilim, işgüzar insanlar. Həqiqətən mən öz canlımda da hərdən deyirəm, Nərmin. Qar ol, ürəyim, mən səni çox Sən sevirəm. heç xəbərin olmur, biz danışırıq birdən. Deyirəm ki, o çoxunuz o 2500 nəfər, nəyə gəlmişsiniz? Nərmin istəmirsiniz, nəyə gəlmişsiniz? Niyə gəlmirsən? Bax, bu qızı istəmirsən sən, niyə gəlmirsən canlısına? Bax, niyə gəlmirsən? Mənə də gəlib çox iyrənc sözlər yazırlar. Xoşun gəlmir, mən kimsə xoşum gəlməyəndə blokluyuram, çıxıb gedir. Nə gəzirsən ay 2500 nəfərin Nərminin canlısında?
Bəli. Deyir ki, yaxşı at özünə qamçı yedizdirməz. Xanım, Ben neynəmişəm ki bilirəm mən? ki, Nərmin bugün bu işindən, bu indi reklama gedir, nə işləndir, hamımız bilirik, nə işlə məşğuldur, Allah işinə avand eləsin. Bugün bu olmasa, Nərmin gedib o silahını geyinib, yenə qutabını pişirəcək, Nərmin gedib o silahını geyinib, yenə deyəsən bir nəsə yer açmır. O şunda yəni elə bir işlərlə məşğul olacaq. Çünki bu qadın işləməyi bacarır, zəhmət çəkməyi bacarır. O nəsə pis şeylər yazırlar, Nərmin. Heç vaxt, bir dənə söz də deyib çıxıram qızım. Yadınızda saxlayın. Nə tələsirsən ki, valla boş verirəm onları, inanın Allaha. Yadınızda saxlayın, burada o pis yazanlaradır. Bir qadına ki, bir qara saçlıya ki, gözünlə görmədən, çox üzr istəyirəm, pis işlə məşğul olubsa, gözünlə görmədinsə, o qadına, gözünlə görmədinsə, o qadına nəsə dedinsə, inan ki, onun cəzası çox ağırdır. Çox üzr istəyirəm. Və yaxud da ki, Nərmini hansısa pis yolda görmüsünüzsə, deməli siz də onun Nərminin yanındaydınız. Nərminin yanındaydınız. Sən də deməli o Nərmin o yazdığınızdırsa, mən pis şeylər danışamıram qızım. O pis şeylər yazırsınız sən də bu da vızgırt da ay xala. Bax görürsənmi sən tərbiyən odur. Sən anan o tərbiyəni verir. Çox ayıb olsun. Sən bir də cür o xanımın profilində videolarına bax, çox ayıb olsun sənə. Ay qızım, çox narahat olma. Onsuz da mən iş görə mən nələr yazırlar. O qırtan murdar sözlər yazırlar. Mən həmişə bir sən nə deyirəm? Deyirəm o mənə aid deyil. O onun özünü yazana. Əlinin zəhmətinlə gecəsini günüzünə qatıb, günüzünü gecəsinə qatan bir qadına 100 dəfə pis yaz. O qadına keçmir ki qızım. O mənə keçmir ki. O 100 dəfə yazır. Hələ istəyirlər ki bloklayaq. Moderatorlarıma deyirəm bloklamayın. Boş vereyim. Qızım sağ ol əslində. Onlar sizin həmişə çevrəvizdə olsun. Nahaq bloklayırsınız, eləməyin. Qoy bir də sözdə deyir çıxıram. Deyir ürəyim. Bak biz belə diş duruşlu olaq, siz de oradan ürəyiniz istəyən yazın, spıçkasız, otsuz, alovsuz, zajigalkasız yanın. Всё, sağ ol kızım. Öpürəm səni. İşimdə sənə yazanlar da var ha. Can. Özünüze geçsin, sağ ol kızım. Var ol, minnətdaram ürəyim, çox sağ ol. Ay Allah, siz bildiniz bu xanım kimdir. Çox ayıb olsun sizə. Bildiniz o xanım kimdir? Kimdir? Nemkam, Aycan baba. Çok ayıp olsun. The thing next to you is a spoiled brat. The thing next to you is a spoiled brat. Elhamdülillah partladım ya kız. Niye bu kadar yedim? Ama The yaladı thing da. next to you is Qabağa otur. Allah'a and olsun sen elinden bu telefonu alacağım. Qabağa otur. Allah'a. Burana and olsun sen elinden atamın yattığı o torpaq haqqı deyirəm. Sen elinden o telefonu alacağım. Dur bak vallahi. Niye ki elə tez? Niye elə tez? Ay uşaq, niyə elə tez? Yes.
Ay nəmiş, ay can. İşte koymuram, moykanın altına koyuram, o bir sərin qalır. Sardin ki koymuram. Ürəyə patladı. Niyə? Biz bax. Niyə az başına koyuram? Kızlar, ekran tıklayayım da. Gəzir məndən aralı, ürəyim olub yaralı, özür də biri sevirəm, ondan ötürü ölürəm. Ne yaxşı evdəsən? Bacı qurban, mən evdə qadınam, ana qurban. Mən evim, eşiyim, qadoyalım, eşim evdə görəm ki, söz doğruysan, eşək qədər işləyirəm, çıxıb getsədə də. Səsini heyf eləm oxuyub, de qurum haqqıma qa, onda sənin toyunda gəlib oxuyaram. Yuvarı qiymət danışarıq gələrəm də. Vurmadım. Vurmadım. Ha? Ha, geliyorum. Sen ne diyorsun teyzenim? Filtriniz nerede bunun? Filtre orada bunu. Tarakanlar necə oldu? Az onu görüm, az bunları görüm, kök kəsilsin. Gündə 40 dənə bala qoyanlar. Gedirəm işte. Uçuyorum abla. Niye yüreğim, ne olur? Evdə tarakanlar, çok sağ olun. Var, ona yaz okuyor. Pintisiz, ne? Öyle da öyle. Canı sağ olsun. Sen şeye deyirsən. Bunca yapıştan sonra olur. Bak git. Bak çıkarır. Sən belə pis çıxmasın, evimin təmizliyini gəlib baxsan, sana sözüm nə yazmazsan.
götür. Gözümü çıxartayım. Yox, o söndü. Qaynatlı. Mən ondan aldım, istifadə edə bilmirəm. Şüpheyi allergiya verib gözümə, hə, əlbəttə. Şirin çay edeyim. Dur qənddən iç. Amma ehtiyatlı ol. Qənd keçər boğazıma çəçiyərsən. Qənd keçər boğazıma çəçiyərsən. Diqqətli ol. Qəşəng qəfədanım var idi. Sonra deyərsiz ki, bu nə qəfədandır. Keçən dəfə canlıda deyirlər, o nə qəfədandır işlədirsən, nə olacaq? Şaftağa dönüş qəfədandır da. Başqa qəfədanım var ya, ağırdır, mamama olmaz. Bu yüngüldür, ona görə bunu özüm almışam. Aha, çox sağ olun, can. Su birazdan açıb, hə, buranın haqqı ağırdır. Bax, orada qəfədanım var. Axşam açadan baxarsınız. Qara qəfədandır, çox qəşəkdir, prosta ağırdır. Arvad qaldıra bilir, olmaz ona. Türkiyədən salam. Can, əleykümə salam. Ürəyim. Əleykümə salam. Ruzum. Əynimdəki farşokdan. 28 farşokdan almışam.
Gəlsəm görə bilərəm səni. Xanımsız, əlbəttə. Səma xanım, bəli. Bana da kaşlıklı versen. Olmaz, olmaz. Hiç ne götürürüm. Yox, bilirəm, lazım deyil də, istəmirəm, olmaz. Kaşlokumda puldan başqa hər şey var. Yok onlara bakıram. Yox, lazım deyil. Az o getdi. Təşəkkür. Mənə verərdim. İstədi qız verdim ona da, evi yox. Türkiyəyə gedəndə gətirərəm. Mama. Çox sağ olun. Dubai mənə də aparacaqsın altı bazar. İnşallah. Saçınız qaynaqdı, bəli. Çox sağ olun. Dubai mən də getmək istəyirəm. Heç getməmişəm. Qızım, al səsini. Alırdım. Bilirdim. Üzüm sayıram. Qaynağın ziyanı var. Yox, niyə olsun ki, ürəyim? Yox. Mən də apar Türkiyə. Oy. Sağ olun. Gel bir fikrim. Gel. Dikkatli ol. Ekmeğe sustukte ben hele kemerde şubiyomu muhabbe malaha kemerde bir ara sufatte yani kalbi kemerde şubiyomu Oy oy oy. Xalı var burada. Öldürdün səni, girdin də ömrümüzə. Vaynoy traynoy girmisən ömrümüzə. Şamaxılı şamaxılı deyərdik. saklıyorsa da Oğlum neçədə oxuyur? Getmir ki oğlum məktəbə. Balacadır mənim oğlum, ürəyim. Qızım 1-ci sinifə gedir. Buradaki herkes yazsa ki kızıma maşallah okuyur. Hə, oxuyur. Düzgün. Bunu vermedi. Qızım oxuyur, gedir məktəbə. Ama bundan sende bir dert olmazdı. Yoxdur. Yox. Bir dert olmazdı. Oh my god. Mesela olmuyor. Sağ olun, siz necəsiz? Güzel. Ay qız, nə bilim, qəribə oldum. Ümid qonaq otağında. Yox, ürəyim qonaq otağındadır. Oynayır özü üçün. Minnoş. Verbankları qoyuram evə, nəniyə deyirsən bunları zəhmət olmasa doldurar da. Taxar. Bugün niye evde kalsın lazım? Qalsın, amma gələn zənglərə cavab ver. Kim zəng vursa zaynit ver. Yaxşı qızım. Tamam zaten seni eve bırakanım ben söndürürüm. Söndür. Gördün ki dirəşirlər konkret olaraq da olsa bütsüz bəli. Konkret olaraq Bakın bir de yine cavab vermə. Vurma, amma çay içirsən. Bəli, Fatimə.